hepsi hayvan saklamak ve daha çok bildiğimiz domuz saklamak için istifade olunur. Ve 94'cü ilde Ermeniler Ruslar vasıtasıyla Azərbaycan radyo kanallarına ve telekanallarına halka cemiyeti açıq şəkildə istifadəyə verilib. Məscidin sağ tərəfində Ağdam Seyidlərin məzarları var və məzar daşları bəziləri gözləyicisi dağıdılmış vəziyyətdədir. Artıq kimlər tapılıbsa yerli söyləyək. Ben Gəncə ilə çəkilib bir-birini yedirəcək. Bu işdə də belə şirkətlər ayrıdır amma sağ tarafımızda diğer rayonlardan, kentlerden sıfır bazar malları için gəliblər və 93-cü ildən sonra bazar dağılınır, yerlə yer son olunur. 2020-ci ildən sonra isə artıq Ağdam Mehmet ilk özü öz kənd sakinlərindən, Əlinsatlan Gəncədən balaca bir dəstə yaradır və dəstənin adı Qarabağ Şahinləri dəstəsi verir. Qarabağ Şahinləri getdikcə böyüyə, tabora və getdikcə alaya çevrilir və Sevgiden coşar Güneşli doğar yaşar gitler Dövüşe giden de güler gitler Onlardan sıyrılıp gelen her ocak başında her avul erdi Her çocuk demek bunda bu geldi Dövüşe giden de güler gitler Onlardan sıyrılıp gelen gitler Düşlerin bağrına orayı batar
can tutar gittiler. Dövüşe giden de güler gittiler. Onlardan sıyrılıp geler gittiler. Sivas 2. Qarabağ döyüşünə bu evlərdən yollandılar. Əziz turistlər, bizlər artıq Xocalı şəhərindəyik. Xocalı deyildə hər birimiz ürəyində dərin bir yara, dərin bir ağrı olur. Xocalı şəhəri 1992-ci il fevral ayının 25-dən 26-cı gecə Rusların 366-cı motolayını və erməni hərbi birləşmələrinin işğalçı işğal olunub. Nağma dolu bir yüreğim, korkmadına baş eğerem. Yahənin bayrağımından deyəsən ya da bizlər səni qətlə yetirəcəyik. Artıq o ilk dəfədə bununla razılaşmadığında onu işçilərə verirlər. Görürlər əsasən qanunlardan keçməyirlər ki, bizlər bu torpaqlarda artıq kədər hissi keçirək, yaz keçirək. Bizim dövlətimizin, bizim xalqımızın artıq yaz saxlamaq zamanı keçsi. Bizlər artıq bu torpaqları avadlaşdırmaqla gözəlləşdirməyə məşğuluq. Və buna görə də əhval-ruhiyyəni qaldırmaq üçün bir mahnı qoşacağım. Hamımızın bildiyi mahnıdır. Bilməyənlər alqışlarla qoşula bilər, amma bilənlər isə ümid edirəm ki, bu mahnıya bizlərlə birlikdə qoşulacaqlar. Kaçtı gitti Ermeni yalçın. Şuşaya, eylanır biz Şuşaya, görüneceği doğum, alırız Şuşaya. Kurban eyleyim sana, aile yurdana, demişim can Şuşaya, dağların başı duvara, bakıyor kan Şuşaya. Yol gelir düz Şuşaya, eylanır biz Şuşaya, görünecek doğum, sararız Şuşaya. Yol gelir düz Şuşaya, eylanır biz Şuşaya, görünecek doğum, sararız Şuşaya. Görünecek doğum, sararız Şuşaya. Yol gelir düz Şuşaya. Zəhmət
zəhmət olmasa heyvanlarda heç kim ayağa qalxmasın ki, döngələrdən kimsə xəsarət ala bilməsin. Vətənimdir, vətəni sevməyən insan olmaz. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsə vicdan olmaz. Şuşanın dağları, taşı dumanlı, kırmızı kaftalı, taşı dumanlı, derdinden ölmeyi çoktur dumanlı, derdinden ölmeyi çoktur dumanlı. Ay kız bu demez kız, bu ne terim, konuşmasan da onu gülüm. Şuşada yaşar yanar yıldızlar, bunlardan güzel gelirler gözler. Doluşsa da yanıp yarana gözler, doluşsa da yanıp yarana gözler. Ay kız bu İlkbahar çağrında, İstanbul'da, Arazlı dağlarında, sonalı günlerde axtararsınız, axtararsınız, axtararsınız. Mənim dillərdə axtararsınız. Ayrılma yerlərdə axtararsınız. Летает что-то, смотри. Руку дай. Здесь не ходи, Фара. Soğuk sana su getirdim. Hə, yəni getmir, çalışıram amma getmir, vaxtıdır. Sabıra bak da. Все парки мои оставлены. Запах хороший. Да, все парки такие. Мещане. Aşağı.
Burada dayanabilirsiniz, şeklinizi çekin. De bu terasta. Yok, gel orada. De bu restoran burası. Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində işğal olunub. 2020-ci il 8 noyabrda isə işğal mövcud olunub. Birinci Qarabağ döyüşləri zamanı Şuşa şəhəri 196 şəhid verib. Həmçinin 256 əsir götürülüb Şuşa şəhəri sakinlərindən. Şuşa şəhərin əvvəllər adı Pənahabad olub. Pənahabad olub, daha sonra dəyişdirilərək Şuşa şəhəri adı verilib. Hal-hazırda Şuşa şəhərində 7 məscid var. Bizlər birazdan Şuşa şəhərində 8-ci məscid layihəsi görəcəyik. Həmin məscid həm Azərbaycan, həm də Qarabağ iqtisadi rayonu. Şəsnə. Açıq atabilirsiniz. Kazakski sos. Они сейчас тоже придут. Geldim.
Azerbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azerbaycan yaşasın. Sözü vardı başkomandan dedi ki, yaşasın Azerbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul. Analar balasına qurban dedi ki, yaşasın Azerbaycan yaşasın. Etmesin. Karşının son yalan seçine biraz. Kırmızı kart. Kırmızı verek. Ver. Zamlama yaşıyor. Ne oldu? Pençenin çağrıcımı 2023. yıl sentyabr ayının Xocalı Əksərən qəsəbəsi Ничего, подожди, посмотрю.